Səhər saatlarından etibarən Fəxri Xiyabanda izdiham müşahidə olunub. Azərbaycan ictimaiyyətinin nümayəndələri, ziyalılar, dövlət xadimləri, gənclər və ölkənin müxtəlif bölgələrindən gələn vətəndaşlar ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərə dərin hörmət və ehtiramlarını bildiriblər. Səhər saatlarından etibarən insanlar əllərində gül dəstələri ilə ümummilli lider Heydər Əliyevin məzarını ziyarətə gəlir. Hər kəs onu anmaq və Azərbaycan tarixində qoyduğu izi bir daha xatırlamaq üçün burada toplaşıb. Gördüyünüz mənzərə isə Azərbaycan xalqının ulu öndərə olan sevgisinin və hörmətinin nümunəsidir. Azərbaycan xalqı böyük izdihamla, coşquyla, məhəbbətlə onu yad edir, ziyarət edir. O bir dahi siyasətçi kimi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq. Doğrudan da Heydər Əliyevin bu dövlətin qurulmasında, qalmasında, yaşamasında çox böyük xidmətləri var. Ruhu şad olsun. Balacadan böyüyə qədər hamımızın ulu öndərə borcumuz var. Biz o borcu bir əsr belə yaşasaq ödəyə bilmərik. Bugün Fəxri Xiyabanda yaşanan mənzərə bir daha göstərir ki, Heydər Əliyev yalnız tarixin yaddaşında deyil, xalqın qəlbində yaşayan liderdir. Ziyarətə gələn minlərlə insan onun Azərbaycan dövlətçiliyinə verdiyi misilsiz töhfələri böyük ehtiramla xatırlayır. Onun adı və ideyaları xalqın birliyində, dövlətin gücündə özünü göstərməkdə davam edir. Onun bizim dövlət üçün böyük əziyyəti olub, bəhrəsi olub, onu da deyə bilərəm. Onun itkisi bizim üçün çox kədərli bir an oldu və gördüyünüz kimi biz heç bir zaman onu unutmamışıq, unudan da deyilik. Ümummilli liderimiz, ulu öndər, hamımız bilirik ki, vətənə, xalqına öz ömrünü həsr eləyibdi və biz bir Azərbaycanlı kimi bununla qürurlanırıq, fəxr eləyirik. Fidan Səfərov, Əfqan Bayramov, İlkin Həsənov, Spice xəbər.